Yeniyetmələrə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən və onlardan birinin ölümünə səbəb olan Xanlar Ağayevin cinayət işinin bəzi detalları məlum olub. İstintaqla müəyyən edilib ki, o təxminən 2021-ci ilin iyun ayında həm kəndisi 2008-ci il təvəllüdlü Nadir Əliyevi ad soyad şərtidə işləmək adı ilə yaşadığı Suraxanı rayonu Hövsan qəsəbəsi Donuz Kökatma safxozu nömrəsiz fərdi yaşayış evinə dəvət edib. Təqsirləndirilən şəxs evdə tək olmalarından eyni zamanda özü üçün Nadirin aşkar surətdə 14 yaşına çatmadığını və sadəlövh olduğunu əvvəlcədən bildiyi üçün cinsi ehtirasını pozğun formada həyata keçirmək qərarına gəlib. Yeniyetməni 8 kəlbətin gətirmə adı ilə həyətdəki tikiliyə göndərib, özü də arxasınca gedib. Həmin vaxt artıq tikilinin içində olan yeniyetmənin köməksiz vəziyyətindən istifadə edərək, qolundan daha sonra boynundan tutaraq oradakı yatacağın üstünə yıxıb və təcavüz edib. Bundan sonra rüsvay edəcəyi hədəsi ilə onu özündən asılı vəziyyətə salıb və 2023-cü ilin dekabr ayına dək olan dövr ərzində ayrı-ayrı vaxtlarda cinsi ehtirasını pozğun formada həyata keçirib. Bundan başqa o təxminən 2022-ci ilin dekabr ayının əvvəllərində həm kəndisi 2007-ci il təvəllüdlü Rauf Həsənovun ad soyad şərtidir həyətyanı sahədəki təsərrüfat işlərinə köməklik göstərməsi adı ilə yaşadığı evə dəvət edib. Daha sonra yeniyetmənin köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı da seksual xarakterli zorakılıq hərəkətləri edib. Onu rüsvay edəcəyi hədəsi ilə özündən asılı vəziyyətə salıb, 2024-cü ilin yanvar ayına dək olan dövr ərzində niyyətini davam etdirib. Sonda həmin yeniyetmə 11 yanvar 2024-cü il tarixdə saat 11:12 radələrində yaşadığı evin həyətindəki tikilidə kəndirlə özünü asaraq intihar edib. Xanlar Ağayevə qarşı Cinayət Məcəlləsinin 150.2-1.1, yəni seksual xarakterli zorakılıq hərəkətləri yetkili yaşına çatmayan şəxsə qarşı törədildikdə, 150.2.5-ci, yəni təkrar törədildikdə, 150.3.3-cü, yəni seksual xarakterli zorakılıq hərəkətləri 14 yaşına çatmayan şəxs barəsində törədildikdə və 151-ci seksual xarakterli hərəkətlərə məcbur etmə maddələrlə ittihamla sürülüb. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror ittiham nitqi ilə çıxış edərək Xanlar Ağayevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Yekun olaraq hakimin elan etdiyi hökmə əsasən Xanlar Ağayev 19 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.